Video kayıt. Deməli, xüsusi yarış fəaliyyəti, Elşən müəllim, birinci sual sənindir. Xüsusi yarış fəaliyyəti, ona xüsusi hazırlıq və bu fəaliyyətlə həyata keçirilən münasibətlərin məcmusu idi. Xüsusi yarış şeydir. İdman dölüydü. İdman idi. Yaxşı, bədənin və ətrafların Özcan müəllim, vaxt və fəzada yer dəyişməsi idi. Hərəkət. Məsələn, gördün, vaxt və fəzada qollarımı hərəkət elətdirirəm. Bədən və ətrafların vaxt fəzada yer dəyişməsi idi. Nigar müəllim, diqqətin son nəticəyə yönəldilməsi idi. Hərəki vərdiş. Ay, sağ ol. Özüm səhv yazdıqlarınızı verdim ki, bir də səhv eləməyəm. Adi suallar dərsiniz. Yaxşı. Rustam müəllim, dönmə nə idi? Dönmə bədənin ox ətrafında. Frontal. Ox ətrafında fırlanması idi və ya fırlanması. Yaxşı, Elşən müəllim 2 dənə sual ardıcıl. Stadi nə idi? 192 metr da mənim o. Yaxşı. Fiziki üçün təsiri ilə yaranan orqanizmin iş fəaliyyətinin azalması? Azalması isə fiziki tərbiyə idi o. Azalmadır. Bax, iş görürük. Orqanizmin iş fəaliyyəti azalır. Çoxlu iş görəndə nə olur insanda? Azalır, bədən azalır. Bədən niyə azalsın? Yorulma olur da. Yorulma olur ki, bədən iş fəaliyyəti azalır. Yaxşı. Özcan müəllim, sürətli oynama qabiliyyəti idi. Sürətli oynama qabiliyyəti idi. Qabiliyyəti idi. Metod kimi istifadə olunur əsasən. Nigar? Fartlıq. Yaxşı. Gemostaz nə idi Özcan müəllim? Gemostaz daxili sabit... Orqanizmin daxili sabitliyi idi. Yaxşı, Nigar. Nigar biraz çətin sual. Nə verək? Nigar, dairə nədir? Dairə. Bəli. Alətin öz ox ətrafında fırlanması. Yaxşı. Nigar, hərəki bacarıq vərdişlərinin formalaşması, hərəki qabiliyyətlərin inkişafını etdirilməsini özünə əks etdirən pedaqoji proses. Sualı bir təkrar eləməyim. Hərəki qabiliyyət... Hərəki bacarıq və vərdişlərin formalaşması, hərəki qabiliyyətin inkişafını özündə əks etdirən pedaqoji prosesdir. Nə? Fiziki tərbiyə. Fiziki tərbiyə. Yaxşı. Rustam müəllim, siz mənə deyin. Sertifikasiya düşmə ehtimalı daha çox. Nə var burada? Dərsdə hərəkətlərin icrası üçün sərf olunan vaxt göstəricisi dərsin ümumi vaxtına nisbəti idi. Motor sıxlığı. Motor sıxlığı. Yaxşı. Əzələlərin yığılması idi. Təqəllüs. Yaxşı. Elşən müəllim, hərəkətin icra tempi və sürəti vaxt vahidi ərzində yerinə yetirən hərəkətlərin miqdarı ilə müəyyən edilir. Müəllim, bir də sualı bir də. Hərəkətin icra tempi və sürəti vaxt vahidi ərzində yerinə yetirən hərəkətin miqdarı ilə müəyyən edilir. Fiziki yükün intensivliyi. Qəşəng intensivliyi idi. Özcan müəllim, yerinə yetirilən hərəkətlərin miqdarı, sərf olunan vaxt, qət olunan məsafəni, kilometr və başqa göstəricilərlə təyin olunur. Fiziki yükün həcmi. Həcmi idi. Yaxşı, Nigar. Orqanizmin fiziki yükə reaksiyası ürək vurğularının bərpası əmsalı ilə təyin edilir. Bir dəqiqə. Ya da bunu deyil. Avtomatlaşdırılmış mürəkkəb koordinasiyalı vərdişdir. Addım. Addım idi. Yaxşı. Fiziki yük hansı göstəricilərə müəyyən edilir, Nigar? Fiziki yük. Mən deyə bilərəm. Orqanizm həcmi, bir də intensivliyi. Orqanizmin həcmi və intensivliyi. 2 göstərici ilə qeyd edilir. Sonra Rustam müəllim, dərsdə verilən oyunların təşkili forması müxtəlifliyi. Evet. Bilmədim mən.
Deyim. De. Variasiya. Variasiya. Yadımdan çıxdı. Əraçı fəaliyyətə daxil olan hər bir elementin icrasına diqqətin cəlb olunması ilə yerinə yetirilir deyə müəllim. Hərəkət. Hərəkət. Niyə hərəkət? Xeyr, hərəkət. Hərəkət bacarıq. Hərəki bacarıq idi. Özə müəllim, hərəki vəzifə həlli üçün insanın məqsəd yönü hərəki fəallıq idi. Hərəkət fəaliyyət. Hərəki fəaliyyət idi. Nigar, çətin sual. Hərəkətin və hərəki fəaliyyətin icra keyfiyyəti müəyyənləşdirən insanın anadan gəlmə və həyatda qazanılmış motor funksiyası olub, hərəkətin icra keyfiyyəti müəyyən eləyir. Müəllim, bu da çətin sual. Hərəkət qabiliyyət. Hərəki qabiliyyət. Yaxşı, Ruslan müəllim, hərəkətlər neçə yerə bölünürdü? Hərəkətlər 2 yerə bölünür. Aha, hansılardır? İradi və qeyri-iradi. İradi, qeyri-iradi. Yaxşı. Ruslan müəllim, cəmiyyətin ümumi mədəniyyətin mühüm hissəsi olub. Onun qazandığı elm nailiyyətlərin, insanın fiziki kamilliyi üçün istifadə olunan metod, xüsusi vasitələr və şəraitin yaratmasına səmərəli istifadəsinə istiqamətlənməsidir. Bədən tərbiyəsi. Qəşəng. Bir dənə başlanğıcında cümləni bilsəz bəs eləyir. Yaxşı. Gövdənin və ətrafların, Elşən bir-birinə mütənasib ölçüdə olması adlanırdı. Nə? Harmonik fiziki inkişaf. Harmonik fiziki inkişaf. Yaxşı. Nigar. İnsanın optimal, harmonik fiziki inkişafının və hər tərəfli fiziki hazırlığın vəhdətini əks etdirir. Hər tərəfli fiziki hazırlıq, o ki biz buradan bilməliydik. İnsanın hər tərəfli fiziki inkişafı və fiziki hazırlığı inkişaf etdirir. Fiziki kamillik. Qəşəng. Fiziki kamillik. Ruslan müəllim, insan orqanizminin morfoloji funksional xüsusiyyətlərinin təbii dəyişməsi prosesi idi. Fiziki inkişaf. Fiziki inkişaf. Yaxşı. Orqanizm fiziki yükə reaksiyası nə ilə müəyyən olunurdu? Ürək vurğularının bərpası. Keçən ilk sualı ürək vurğularının bərpası. Sonra səhər gimnastikasında kim sualdır? Nigar, hərəkətlər hardan başlayır, orada bitməlidir. Biləm səhər gimnastika çox keçsən, ona görə sual verim sualı. Boyundan başlayır da. Sonra Sonra gəlir çiyinlər, sonra gövdə, sonra ətrafda. Aşağı ətraf. Aşağı ətraflar. Kullanmalar. Sağışlar. Ondan da başa çatdırıb. Yaxşı, Ruslan müəllim, qövs ilə bədənin maksimal dərəcədə arxa dayağa doğru əyilməsi idi. Körpü. Qəşəng. Bir yerə yığışaraq öyrənməklə məşğul olma, Elşən müəllim. Bir də sual verməli bir də. Bir yerə yığışaraq öyrənməklə məşğul olma. Nə sayılırdı? Biz bir dəqiqə nağarırıq. Dəstən kənardır. Dəstən kənar. Niyə dəstən kənar? Məşğələ gedir. Məşğələ. Yaxşı, Özə müəllim, subyektiv, obyektiv göstəricilər hansıdır? Subyektiv mənim əhval-ruhiyyəsidir. Obyektiv isə boy, təki, Məsələn, hərəkət qabiliyyətləridir. şagird ağrıyır. Necə mənim? Şagirdin keyfi yoxdur, ağrıyır. Bu subyektivdir. Subyektiv. Yaxşı, şagirdin sinəsinin ölçüsü, Obyektiv. boyun uzunluğu, Obyektiv. obyektiv. Yuxsuzdur, Subyektiv. subyektivdir. Yaxşı. Ölçülə bilənlər də Hə, daha çox belə yadda saxlayırdıq. Ölçülə bilənlər obyektiv, ölçülə bilməyənlər subyektiv. Sonra start zamanı iki idmançı arasında məsafə Farklı. Qandikar. sürətli oynamaydı. Qandiklar. Qandikar. Üzr. Olan şeydir, problem yoxdur. Ayna düşə bilər. Oynamaq. Farklı sürətli oynama qabiliyyəti əsasən dözümlü qabiliyyətinə aiddir. Bəli. Elə bir sizinə yaxşıyıq biraz. Dəyişən metod var idi. Biraz ona bənzəyir. Sadəcə burada insan özü
hərəkət seçirdi. Necə? Məsələn, birdən olur da beynimizdə uşaq vaxtı daha çox eləyirdik. Məsələn, buradan ora qədər deyirdik ki, məsələn, buradan o stolpanın yanında sürətlə qaçacağam. Öz beynində müəyyənləşdirsən də bunu uşaq vaxtı. Elə uşaq fikirləşir də görün nətər olacaq. 100 metr qaçır. Sonra deyir mən sağa gedəcəm, sağdan da bir 200 metr belə sağa sonra belə qaçacağam. Özün beynində müəyyənləşdirsənsə, bu fartlekdir. Amma yox, dəyişən metodda kimi idi? Müəllim müəyyənləşdirir ki, nə qədərdən sonra dönürsən komandalarla. Demək olar ki, bir-birinə çox oxşar hərəkət qabiliyyətlərdir. İkisi də nəticədə dözümlük qabiliyyətinə aiddir. Və bu da aid olacaqdır. Mən olsam bunu götürərəm, amma öz beynində fikirləşir deyə. Ümumi də ola bilər, xüsusi də. Xüsusiyə daha çox uyğun gəlir. Sonra bunu verdik. Dərs zamanı hərəkət ardıcıllığı. Birinci hansı hərəkətlərdən istifadə edir? Ruslan müəllim desin. Sıra kitab hazırlayıcı, əsas tamamlayıcı. Əsas tamamlayıcı. Bəs yaxşı, siz mənə deyin, ümumi resurs hansı idi, xüsusi resurs hansı idi? Ümumi resurs sırayla bərpa edici hərəkətlər idi, değil mi? Yox, sırayla şeydir, ümumi inkişafdır. Qalanları şeydir, xüsusiyə aiddir. Nəyə görə? Hansı dərsə aidiyyatı yoxdur, yəni hər dərs mən bunu keçidə bilərəm. Sıra hərəkətlərdir. Hansı dərs aidiyyatı varmı? Xeyr. Mən hər dərs uşaqlar eləsin deyə, çünki gələcəkdə əskəriyyətdə bunları elətdirəcəklər. Onlar bilsin deyə istifadə edirlər. Ümumi hərəkətlər nə idi? Ayrı-ayrı əzələ qruplarının inkişaf səviyyəsini artırmaq, yəni yüksəltmə səviyyəsi ilə istifadə olunan hərəkətlər idi. Bunlar da ümumi inkişaf idi. Bunları hər dərs eləyə bilərəm. Ona görə bunlar ümumi resurslara gedir. Digərləri xüsusi resurslara gedir. Orada xüsusi hərəkətlərdir, əsas hərəkətlərdir, hazırlayıcı hərəkətlər. Hansı dərsdə nə keçsənsə, ona aid hazırlayıcı hərəkət verməlisən, şagird zədələnməsin. Məsələn, mən deyək ki, aşağı ətrafların sürət güclü, mən qol hərəkətlərini o qədər də verməyə ehtiyac yoxdur. Əsasən ayaqlara güc verməliyəm ki, uşağın əzələsi qızışsın. Yəni nə deməkdir? Əzələ qruplarını qızışdırması məqsədi ilə istifadə olunan hərəkətlər idi çünki. Sonra mat nə idi? Mata. Döşək. Döşək. İnsanın dayandıqda və hərəkət zamanı Özcan müəllim vərdiş etdiyi bədən vəziyyəti olub. İnsanın qamət. Fiziki tərbiyənin formalarından biri olub. İdmançı hazırlamağa yönəlmiş pedaqoji proses idi. Məşq. Taktika texnika nə idi? Məqsədə çatma. Məqsədə çatma idi. Nə üçün məqsədinə çatma? Məqsədə çatmaq idi, bəli. Onun üçün yol seçirdilər, taktika, texnika. Bəli. Məsələn, plan şey eləmək istəyirəmsə, bu şeyə nail olmaq istəyirəm, o yola getmək istəyirəm. Müəllimin məşğul olana, elmi nəzəriyyəyə, məntiqi təfəkkürə, təşkilatçılıq, təlim, tərbiyə və inkişaf proseslərinin yerinə yetirilməsinə əsaslanaraq üsulların metodik yanaşma, bir şeyin əməli surətdə icrası üçün metodlar, üsulların məzmusu idi. Metodika da buydu. Yaxşıdır. Usta müəllim görə o vaxt deyir, biz bunu öyrənmirik. Elçi müəllim, ay müəllim bu nə dərsdir verirsən? Yadında da arırsan müəllim. Belə bir dərslər mən müəyyənləşdirirəm. Özündən vermirəm ki. Biz görməmişik belə şeylər, ona görə bir səfərdir qarşımıza. Bizim fəndə daha çətindir. Başa düşürəm. Yəni bizdə əsasən praktikdə nəzəriyyə verməliyik, amma çox vermirik. Bu əslində bizim səhvimizdir. İndi dövlət də nə bilsin ki, biz nə dərəcədə dərs keçirik. Ona görə belə problemlər olur. 3x3 basketbol. Heyət sayı Elşən müəllim. Heyəti də deyək, vaxtı da deyək da elə. Oldu. Heyət 4 nəfərdən ibarətdir. 3 əsas, 1 ehtiyat. 10 dəqiqə oynanılır. 10 dəqiqə oynanılır vaxtı da. Bir periyod 10 dəqiqə 21 xala qədər. Bir periyod 10 dəqiqə 21 xala. Yaxşı. Ola bilərmi ki, vaxtdan qabaq qalibi müəyyənləşdirək? Olar ki, müəllim. Olur mən. 21-ə çatdı. Yox, qalib elə bil ki, 10 dəqiqə ərzində kim qabaqdadırsa,
10 dəqiqə ərzində kim qabaqdasa elə qalibdir və ya ola bilər ki 10 dəqiqə başa çatmamış 21 xalı keçdi. Çatmamış. 21 xalı toplasa qalib sayılır. Bu da biraz daha az nəzərə çarpan bir şeydir. Çünki 10 dəqiqə ərzində 21 xalı keçmək adi bir şey deyil. Gərək komandalar ki çox güclü, o bizdə çox zəif olsun. Elə bir deyim də elə Qarabağla Kəpəz oynayır, yəni imişli oynayır. Belə bir şey gəlib çıxır. Məsələn, yaradıcılar şimdi Amerika ilə Ləvişi oynayır. Zəif yığmalardan hansı var? Azərbaycan pis oynamır, Estoniya pis oynamır, Latviya pis oynamır. Hindistan. Ermənistan elə bil. Hə, ay sat denən də bunu. Hindistan, Pakistan. Bunlar heç nə bacarmırlar. Bunlarda ən yaxşı oyun növü şeydir. Kriket. Onlarla məşğuldur. Frisbeedir, kriketdir. Bunlara daha çox onlardır. Frisbee. Bir şey yoxdur belə. Onlarda Kareta da kimi oyun ən çox atırlar elə. verirlər. Bəli. Hə? Bir də onlarda ən çox Hindistanda, Pakistanda ən çox şeydir. O topları atırsan, uzaqdan top atırsan şeyə vurmaq lazımdır. Topa ki uzağa uçsun, gedib fırlanıb gəl. Hə, onu deyirəm. Durduğu yerə. O golfla kriket. Çəkdə. Kriketdir, Golf, golfdur, golf. frisbeedir. Bunlar daha çox oynanılan oyunlardır onlarda. Daha çox oynanır orada. Hə. Yaxşı, özə mənim time-outlar 3x3-lə. Hər komandaya bir timeout verilir. Bəs yaxşı. 30 saniyə timeoutun vaxtıdır. İstisna hallar var ki, məsələn, kanal çəkilişidir. Gəlib çəkirlər onu. Bəli, kanal çəkilişində əlavə 2 dənə də olur mənim. 3 59, 6, bir də 6 59. Yaxşı. Nigar, sən mənə de, xallar necə hesablanır? Nigar. Xallar bəli, 6.75-in qövsün daxili bir xal, xarici 2 xaldır. Cərmə atışları? Cərmə 1. Cərmə bir xalla hesablanır. Bəs yaxşı, 6.75-in xaricində atıram, amma xətti taftaladım, qövsün xəttini. O içəri sayılır bir düşür. bir xal. Bəli, bir xal veriləcəkdir. Yaxşı, checkball nədir, Nigar? Checkball yol şeydir. Rəqiblə Oyuna başlama. oyuna Rəqibə ötürmə, oyuna başlama. bir ki Topu tək yerə qal. vuraraq rəqibə ötürmə. Özür. Yox, tələsməyin. Nigar, məsafə nə qədər olmalıdır? Checkballda mı? Bəli. Nə qədər idi? Nə qədər idi? 1 metr. 1 metr. 1 metrin məsafə saxlanırdı. Ay Ruslan müəllim, siz mənə deyin. Topu atdım, düşdü. İndi rəqib komanda oyuna başlamalıdır. Checkball-la mı başlayacaq, yoxsa sadəcə topu 6.75-lik qövsün xaricinə çıxardıb mı başlaya bilər? Səbətə düşürsə, Aha. Atım səbətə düşdü. İndi rəqib komanda oyuna başlamalıdır. Necə başlamalıdırlar? qövsün kənarına çıxır. Qövsün kənarına çıxmaqları bəs eləyir. Yəni ehtiyac yoxdur ki, checkball-la başlasın. Checkball-la nə zaman başlayır? Oyun Başlarında. Oyun başlayanda Cərmədə. qəşəng. Oyun başlayanda cərmədəydi. Cərmədə nə? Cərmədə atırsan da. Cərimədə niyə? Yox. Atdan Daha rəqib elə götür bir- oyuna başlayır. Checkball mənim. Oyun başlayandadır. Aha. Bir məsələn səbətə topu atıram, təzədən top yenə də mənə gəlir. Mən checkball-la oyunçuya verməliyəm. Rəqib oyunçuya verməliyəm. Yo, niyə səbətə atdım, düşmədisə mən təzədən hücum edirəm də. Yox, düşdü təzədən mənə gəldi top. Necə yəni? Səbətə düşdüsə rəqibə keçməlidir də. Səbətə düşən topu rəqib başlayır. 6.75-in xaricinə çıxmağı bəs eləyir. Bir harda top çıxdıqda, top çıxdısa, top çıxdıqda oyuna başlayanda checkball-la başlayır. Başqa digər hallarda yox. Məsələn, topu atdım, top düşdü səbətə. Rəqib 6.75-in xaricinə çıxmağı bəs eləyir. Və ya dediyim kimi, topu atdım, top düşmədi. Məndə 14 neçə vaxt idi? Vaxt nə qədər idi? 12 saniyə. 12 saniyə. 12 saniyəni keçdi, sadəcə topu rəqibə verirəm, rəqib yenə qövsün altından oyuna başlayacaq. Yəni checkball-a ehtiyac qalmır. Yaxşı, bir də nə deyim? Oyunda Hə. oyunda bir də deyim ki, vaxt birdən ola bilər ki, yaddan çıxılıb qoyulmuyor, vaxt verilmir də, başlamayıbdır. Hər bir atış 10 dəqiqə hesablanır. Bir atış 1 dəqiqə hesablanır. Ümumi 10 atış 10 dəqiqə. Bir də nəyi nəzərinizə çatdırım? Bir şey də oxumuşdum, orada səhv idi. Siz elə algılamayın. Mən də onu dəyişdim, sonra baxdım ki, yox elə düz deyirmişəm. Qalib 2, məğlub 1-dir. Eynən basketbollar kimi. Bunu götürüb fərqli vermişdilər bir-iki yerdə. Təzədən araşdırdım ki, elə bir şey yoxdur. Səhv yazıblar. Yaxşı, Ruslan müəllim. Hücum vaxtları. 12 saniyə. Oyunda 3 saniyə var. Bəli, səbətin altında 3 saniyə basketboldaydı. 3x3-də. 8 saniyə var bəs.
Xeyr. 8 saniyə yoxdur. 14 saniyə var. Xeyr. Xeyr. Deməli, neçə saniyələr var? Bir dənə 5 saniyə var. 5 saniyə. Bir dənə 5 Səbətin saniyə. altında 5 saniyədir. Amma Səbətin altı, yox, belə deyək. Kim qəşəng izah eləyər? Nigar? 5 saniyə nə idi? Mən izah edeyim. Mən izah edeyim. Yaxşı, izah elə. Zahirəs. Hə, yaxşı 5 oxuyun. saniyə. Top yan xəttdən ona daxil edəndə 5 saniyə qaydası. Aha, sonra Cərimə atışında 5 saniyə qaydası. Bir də qövsün daxilində əgər oyunçunun arxası səbətə tərəf və ona qarşı təzyiq varsa, bu 5 saniyə qaydası işə düşür. Əgər yoxsa 5 saniyə qaydası olur. Yəni ola bilər ki, səbətə dönükdür, yəni üzü səbətə qarşıdır, amma Təzyiq yoxsa rəqib orada təzyiq yoxdur. eləmirsə yoxdur. Amma böyük basketbolda 5 saniyə nətəri idi. Meydanın hər yerində rəqibin təzyiqi varsa və top əlindədirsə, təzyiqi varsa 5 saniyə. siləmirsən, pas vermirsənsə burada 5 saniyədir. Amma 3x3-də olsa meydan balaca olduğuna görə qövsün daxilinə keçdikdə və səbətə dönüksənsə, rəqibin təzyiqi varsa 5 saniyə keçərli deyil. Yaxşı Aynigar. Mən hiss edirəm ki, yaxşı oxumuyursan bunu. Sən mənə de, 5 saniyədə nə zaman çıxmaq olur? Yəni nə zaman 5 saniyə sıfırlanır, sayılmır? Hə, Nigar? Yadımdan çıxıb. Görün bu. Pas getmir. Oxum. İndi nə oxumursan, hə, Nigar? Yaxşı deyiləm. Niyə belə çox çıxışdırırsınız? Yaxşı deyiləm deyə bir şey yoxdur. Mig, kompüter, nəzarətçilər bunu qəbul eləmir. Testdə problem yaşamıram. Seçirəm. Prosta belə sual-cavabda nəsə yadımdan Sən çıxır belə də sözlər. ki, testdə də rahat yazır. Deməli, yaxşı, izah eləsin Elşən müəllim. Şeydə aytda müəllim, vaxt verilməyəndə aytda 5 saniyə. Yox, onu demirəm. Yaddan çıx. Məsələn, Hə. girmişəm, qövsün daxilindəyəm. Aha. Amma 5 saniyə sayılmır. Niyə? Çünki müəllim Səbətə atıram da ona görə müəllim. Mənə təmas edən Səbət yoxdur. atdım. Üzüm səbətə baxır, dönük deyiləm. Və ya deyiləm. təzyiq yoxdur Təmas edən üstündə. yoxsa, təmas edən yoxsa üstünlük məndədir. Və ya səbətə dönüyəm. dönüyəm. Rəqib üstümə gəlir. Çıxsam xaricə, 6.75-in xaricinə 5 saniyə sıfırlanır. Sayılmamağa başlayır. Yaxşı, limitlər nə qədər idi ay Ruslan müəllim? 6 6 limit idi. 7, 8, 9. 2 dərmançı idi. 2 cərmatçı və cərmatçı atan komanda topa yəliklənir avtomatik. Bəs şeylər, Kontrada 2 dərmə, bir də top rəqibə. top yenə rəqibə keçir. 6.75, daha doğrusu 7, 8, 9-da topu atıram, düşdü. Sırf basketbol şeylərdə idi bu. Qayda punktlarına. Düşdü, 2 dənə atış verilirdi. Topda rəqibdə olurdu. Amma 10 və ondan yuxarıdakılarda 2 dənə atış idi və topu da təzədən özün götürüb oyuna başlayırdı. Onu demək istədim mən. Hə, mən qaçışdırdım. 2 bölüm ki, nə səhv deyiləm. Diskalifiya faulu. Necə bunlarda topa da yəliklənir avtomatik. Diskalifiya Bəli. neçə atışdır? Diskardı oyundan kənar idi. 2 dənə atış idi. Oyuncu neçəsi nasıl qovulur? Oyuncu diskardı yuxarı, 6-dan yuxarı məncə. İkisini alanda. İkisini Yox, alanda. yox. Diskalifiya adı üstünə diskalifiya qovulma. Birinci al, birincini altı qovulur. Birincidə. Qeyri-idman birinci. Birincidə 2 qaldı məndə. 2 atışdı. 2 atışdı. Oyuncu qalır qalmır. Oyuncu qalır. 2 cərimə şeydə xala yazılır mənim. Komanda Xalada yazdıq. Oyuncu da meydanda qalır. Ruslan müəllim, ikinci qeyri-idman faulu. Onda da 2 cərmə falı, 2 faul, bir də oyundan xaric. Oyundan xaric edildi. Əlavə topa yiyələnmədir var. Birinci qeyri-idman faulunda 2 dənə atdı, topa yiyələnmə yoxdur. İkinci qeyri-idman faulunda oyuncunu qovduq. Cərimə balı yazıldı. Atışı atdıq, topa da yiyəlikləndik. İkinci qeyri-idman faulu. Basketbolda ikisində də eyni şeydir. Birincidə, ikincidə də atır, sonra topa da yiyəliklənir atan komanda. Amma burada birinci qeyri-idman faulunda 2 atış verir, topa yiyələnmə yoxdur. İkincidə 2 atışda həm də topa yiyələnmə verir. Yaxşı. Burada məncə oyuncularla danışa bilməz. Bəli, bəli. Danışarsan olur, bəs yaxşı. Danışarsa komandaya texniki məğlubiyyət verilir də. Yəni danışmağa görə yazı deyilmi?
Yox, məşqçiyə raport. Məşqçi də komanda məşqçi deyilmi? Niyə verirsiniz texniki məğlubiyyət? Yazıq deyil komanda. Texniki məğlubiyyətə raport yazır da, mənim cəzalan məşqçini cəzalandırır. Yox. Oyunçunu cəzalandırır. Nə? Məşqçi orada olmur ki. Məşqçi orada olmur, amma şeydə ola bilər də, tribunada, azarkeşlərin içində. Ümumən azarkeşlərlə danışmaq, məşqçi ilə danışmaq, yəni azarkeşlər tribunasında heç kimlə danışmaq olmaz. Danışarsan nə olur? Texniki faul, bir atış. Texnik fauldur, yoxsa texnik faul deyil axı. Texniki atış müəllim. Nigar nədir? Bəlkə cərimə baldı ki. Bəlkə. Texnikidir. Nə idi Nigar? Texnikidir. Sadəcə danış. Xəbərdarım. Qalmadı ki. Depozitdə $200 depozit qoysan, nə qoysan? Ay müəllim, pul söhbətinə girişməyin hələ. Mənim birinci halda Ya, birinci hal, ikinci hal yox. buna texnikidir. Bax bu yoldaşlar, texniki deyil. Texniki nədə idi? Məsələn, oyunçu meydanda oyunçu olur da meydana girəndə o birisi oyunçu, dördüncü oyunçu. Bu texniki idi. Bu şeydə 3x3-də meydandan kənar olan insanlarla danışmaq idmançıya yaraşmayan hərəkət sayılırdı. İdmançıya yaraşmayan hərəkət hansı faul idi? Texniki faul. İdman faulu. Qeyri-idman faulu. İdmançıya yaraşmayan. Qeyri-idman fauludur. Qeyri-idman faulu verir, ay müəllimlər. Niyə texniki? Texniki daha yüngül şeylərdə verir. Dediyim kimi, Elşən mənim. dəyişikliklər. Elşən mənim özü oradan vurdu ki, müəllim, bax burada belə bir şey də var. Mən beynimə lampışkasını yandır ki, oradan sual verim Elşən müəllimə. Öz elədi. Yəni deyəcəm ki, saldın qrupu zibilaya Elşən. Eyb yox. Qoy səhv deyim, amma öyrənim. Mütləq. Ona görə yaxşıdır. Mən də çalışıram biraz. Suallar verək ki, urcam. Yaxşı. Deyək ki, oyunun başlanmağı necə bilinir ay Özcan müəllim? Püşatma ilə. Püşatma ilə. Yaxşı, hesab gəldi. 20-20 oldu. 20-20 olanda nə olacaq? Bir xalı qazanan qalibdir. Yox, bu 20-20 da avtomatik nəyə gedir? 2 xal. Əlavə vaxta gedirsə 20. Əlavə vaxta gedir. Bir dəqiqə vaxtdan sonra vaxtı time şey başlayır. Overtime başlayır. Bir dəqiqə fasilə, sonra overtime oladı. Overtime-da yaxşı. Overtime-da ilk 2 topu qazanan qalibdir. 3 ola bilər top sayı. Ola bilər. 3 də ola bilər. Yaxşı, əgər deyək ki, overtime-da 6.75-in xaricindən atılıbsa, 6.75-in xaricindən çöl tərəfindən atılıbsa, əlavə overtime-da top səbədə girib bir də cərimə atışı var. O da sayılırsa 3 dənə ola bilər. Bəs eləyir. Yox, ehtiyac yoxdur. İkincini atsa bəs eləyir. Cərimə atışını vermək ehtiyac yoxdur. Onsuz da qalibdir. Yəni ilk 2 xal atsa bəs eləyir. Versə yəni belə də olar. Belə ola bilər də. Niyə elə belə qarşı deyilsiniz? Rahat. 6.75-in daxilindən atdı mı? 20-20-də neçə oldu? 21-20. Bir xallıq fərq yaratdı ki. Fərq yaratmaq yox, daha doğrusu ilk 2 xal qazanmaq lazımdır. Sonra 6.75-in xaricindən birini atdı. 2 xal da buradan qazandı. 3 xallıq fərq ola bilər. İlk 3 xalı qazana bilər. Birbaşa da 6.75-in xaricindən birbaşa top nədir? Bu da qalibiyyətdir. Avtomatik 2 xal qazandı, qalibdir. Yəni overtime-da bir dənə 6.75-in xaricindən top atsa da bəs eləyir. Və 2 dənə daxildən top atsa da, 2 dənə cərimə atışı atsa da bəs eləyir. Avtomatik 2 xal qazandı, ilk 2 xalı. Fərqi yoxdur. Ola bilər ki 20-20-dir. Başqa sual verəcəkdim, fikrim fırladı, bunu izah edeyim. Hesab 20-20-dir. Atdım birini. A komandası elədi 21-20. Təzdən də B komandası birini atdı. Nə oldu? 21-21. Burada nə olacaq? Hansı komanda növbəti atsa, tez atsa, o qalibdir. Çünki qayda nədir? İlk 2 xal qazanan qalibdir. Yəni 2 xallıq fərq yaratmaq yox, ilk 2 xal qazanan lazımdır. Maksimum 3 xal da ola bilər dediyimiz kimi. Mən sizə nəyə sual verəcəm? Özcan müəllim. İndi deyək ki, overtime başladı. Overtime indi hansı komanda başlayacaq? Jack Bolu püşatma qazanan komanda. Birinci sədasıra püşatma, yoxsa burada bir də atacağıq? Atmayacağım mən. Onlar təyin edirlər. Birinci püşatmanın qalibi. Ay, sağ ol. Jack Bolu başlayan komanda onu təyin edir. Oyunu təyin edir başdan. Bax, özüm yüngül sual verirəm. Siz özünüz o çətin yerlərə sualısınız. Özdə Elşən müəllim. Bax,
Salır mənə sual verir. Eşəməm konkret. Eşə mənim düz yollasan. Allah haqqı. Elə suallar ver. Yaxşı, mübahisəli top halları. Ruslan müəllim. Müdafiədə olan komandaya verir. Həmişə müdafiədə olan komandaya verilir. Bəs basketbolda necə idi mübahisəli top? Necə müəyyən edilirdi? Oxa görə. Qəşəng. Orada mən bir dəfə belə verirsə, bir dəfə belə verəcək, avtomatik. Bir dəfə A komandanın xeyrinə verirsə mübahisəli top, bir dəfə B komandası. Yəni burada şey deyil də, ay baxım görüm vəziyyət nədir, ay hansı komanda səhv eləyib, nədir? Buna görə seçilmir. Birbaşa A komandası məsələn oyuna başlayıbsa, deyək ki bu hava atışı ilə başlayır da. A komandası topa yiyələniblərsə, növbəti mübahisəli topda şey kimindir? Ox işarəsi. B-nin xeyrinə göstərəcəkdir. B oyuna başlayacaq. Ondan sonraki kimdə olacaq? Avtomatik A. A. Nigar hara getdi? Sonra siz mənə deyin. Əsas vaxtda timeout götürməmişəmsə, overtime-da da götürə bilərəm. Qəşəng. Əsas vaxtda əgər timeout-unu bəs istifadə eləmişəmsə? İstifadə eləmişəmsə, olmaz, yoxdur. Aysa, deməli timeout bircə dəfə verilir oyunda. Əsas sədə verilir. İstifadə elədin, batdı. İstifadə eləmədin, götürə bilərsən. Hə, bir də bir şey var ki, onsuz da bütün oyunlarda belədir də. Rəqib komanda timeout-la istifadə edəndə sən də onun timeout-la, yəni sən də timeout-dan istifadə edə bilərsən. Amma sırf özünə lazım olunca götürə bilmirsən də. Yəni bütün oyunlarda onsuz da belədir. Amma burada vaxtda dayandırılır. Təmiz vaxt. Təmiz vaxt. Basketbolla eyni, təmiz vaxtlar oynanılır. Bizdə də voleybolda təmiz vaxt yoxdur. Orada setlərdir ancaq, futbolda yoxdur, futzalda yoxdur. Basketbolda var, təmiz vaxtdan oynanılır. Bir də handbolda təmiz vaxtdan oynanılır məncə. Yaxşı, fərdi faul. Oyunçu üçün olur, komanda üçün olur, özləməlim. Komanda üçün olur. Komanda üçün olur, oyunçu üçün fərdi faul yoxdur. O komandanın limiti neçə idi bəs? Komandanın limiti 6 mı? Bəs texniki faul oyunçu üçündür, komanda üçündür? Texniki faul? Oyunçu üçün. Oyunçu üçün də var. Komanda üçün də var. Komanda əlacıları var da bunun. Komandanınki opsiya hesablanır. Texnikisidir, nə bilim, nə idi, hamısı bir-bir. Oyunçunun da fərdi faul, yəni şəxsi faullardır. Bu da bunun üstünə gəlir, ikisində də var. Texniki faul, bir oyunçu neçəsini alsa qovulur? İkisi mi? İkisini aldı. Üçüncüdə qovulur. Qovulur mu? Yox, üçüncü niyə qaçsın ki? Birincini aldı. İkidən aldı, ikidə qovulur. İkincini alandan sonra qovurucu. Ehtiyac yoxsa, görəcəyim üçüncünü alsın, belə bir şey yoxdur. Aysa, handbolda 3-cü 2 dəqiqəlikdə qovulur. Bu da bir oyunçunun opşu 4-cü fauluna gətirib çıxardır. Çünki birinci sadəcə nə idi orada handbolda? Xəbərdarlıq idi. Məsələn, ilk qayda pozuntusu. İndi baxır qayda pozuntusuna da. Mən rəqibin vurum, yıxım, ağzını burnunu qırım, da buna qırmızı kartdan, göy kartdan zaten verəcək. Yəni daha yüngül qayda pozuntularını birinci sarı vərəqədir. Xəbərdarlıq və bu xəbərdarlıqlar ümumi hesablanır ha, şifahi xəbərdarlıqdan söhbət gedir. Bir komanda deyir ki, 3 dənə xəbərdarlıq aldıqda, yəni sarı vərəq aldıqda 4-cünü alanda nə olurdu? Komandasının oyunçu 2 dəqiqə kənarlaşırdı. Kənarlaşdırırdı. Sonra 3x3-də birincini aldın. Texnik faul. Oyunçu qalır meydanda. Komandasına da bir dənə cərimə balı əlavə olunur. Onsuz hamısında əlavə olunacaqdır. Qeyri-idmanda da, diskvalifiyədə də, texnikdə də. Onlarda 2 əlavə olunur, burada 1. Bir də texniki ikincini aldın, oyunçu meydana qoyulur, komandasına bir dənə əlavə cərimə balı. Hər əlavə texnik faul nə satışdır? Texnik faullar 1 atışıdır. Bəs yaxşı. Basket faullara baxaq. Basket faul nədir? Topa atan zaman məni itələnməsi, yıxılmağım. Yəni qeyri-idman deyil ha. Mən rəqibi vurmağım, qırım, gözüm çıxardım, belə bir şeylər yox. Daha yüngül qayda pozunsa amma basket faul. Basket faulları topu atan zaman. Top düşdü, məni yıxdılar. 1. Deməli 6.75-in xaricidir, düşməyib. 2 atış verəcək. 2 atış verir. Deməli xarici olduğuna görə o qədər də atış sayı verirdi. 6.75-in xarici 2 xandan hesablanana görə 2 atış verir, top düşmür. Düşsəydi
Bir atış. Düşsə həmişə 1-dir. 75-in daxili düşməyib. 2. Niyə? Niyə? Yo, bir. Daxil nəsə hesablanır? Yox, daxil 1-dir, amma cərimə atışına görə 2 verilmir. Yox, niyə 2 verirəm? Evet. Bir dənə veriləcək də. Bir. Hə, bu çox qaçışdırmalı məqamdır. Keçən il miqə düşmüş sual. Ya ondan qabaq idi. Keçən il deyəsən. Deyir 3x3 xaricdəyəm. Topu atanda əlavə olaraq buna salmışlar. Xətti tapdalayıram. Top düşmədi. Bir cərimə. Bir cərimə atışı. Düşmədiyinə görə. Burada bir şey var ki, yəni qaçışdırmayın. 6.75-in daxilidirsə, top düşdü, düşmədi, yenə bir dənə verəcək. Nəyə görə? 6.75-in daxili cərimə atışı eləmişəm, top düşmədi. O qədər də cərimə atışı verir də, bir atış verir. 6.75-in daxili top düşdü. Qayda pozisiya eləmişəm. Yenə bir dənə verəcəkdir. Sadəcə burada komanda 2 xal qazandı. Bir dənə atışdan qazandı, bir dənə də cərimə atışı. Amma düşməsə 1 xal qazanacaq maksimum. Yəni atışdan qazana bilmədi, avtomatik bir dənə. Yəni nəticədə ikisində də 1 cərimə atışı veriləcək. Yaxşı, cərimə atışları da yerinə yetirilirdi. 5.80. 5.80-dən yerinə yetirilir. Əgər basketbolda olan qayda, bilməm bura yazmışam yoxsa yox. Onsuz eyni qaydadır. 5.80-dən atıram topu. Top getdi, lövhəyə dəydi, üstümə qayıtdı. Qayda pozuntusu olmaz. Nəyə görə? Çünki çox vaxtı oyunlarda da olur, prosta bura ki, dəqiqlik lazımdır. Oyunçu bilərəkdən, əsasən də hansı faullarda, o qeyri-idmandır, diskvalifiyədir, bunlarda rəqib oyunçular olmur da cərimə meydançasında, hamısı qıraqda olmalıdır. Topu birbaşa bilərəkdən vurur şeyə, tirə. Setkası var bu dəmiri. Qövsün dəmiri. Ora vurur, qaydan topu atır. Neçə xalla hesablanacaq bu? Daha çox bunu harda eləyirlər? Böyük basketbolda 3x3-də heç bir xeyri yoxdur. Belə də biri, belə də biri. Böyük basketbolda 2 sayılır. 2 sayılır. Ağıllı oyunçular elə eləyir ki, 1 xal qazandırma, 2 xal qazandım da belə rahat. Amma 3x3-də elə bir mənası yoxdur. Nəyə görə? Çünki belə də birdir, belə də birdir. Amma bu lövhəyə atmaq daha asandır axı, lövhə yekədir. O GC atmağa, o tirə, dəmirini atmağa dəqiqlik lazımdır. Lövhəyə atım, təzədən üstümə gələn topu salım, 2 xal. Bu olmaz. Ona görə bunu qadağan eləyirlər ki, birdən atsın, lövhəyə dəydi, təzədən götürür, atır, 1 xal yox, 2 xal qazanır. Bunun qarşısını almağa görə birbaşa hara vurmasan, qövsün dəmirinə. Çünki böyük basketbolda qıraqlarda oyunçu olur. Əgər oynatmaçı düşməsə oyunçu götürür, özü götürmür. Böyük basketbolda bax, indi faulların növlərində də hamısında olmur. Məsələn, yox, demir amma. Adidə deyirəm odur. Diskvalifiya ilə qeyri-idmanda yoxdurlar. Onlar ancaq basketbolda var, oyunçular olur. Qövsün daxilində. Sonra şeydə var, limiti keçdiyində var, nə texnikdə var, nə diskvalifiyada var, nə də qeyri-idmanda var. Çünki bu böyük basketbolda diskvalifiyada, qeyri-idmanda bir də texniki. Bunlarda onsuz da atışı atan komanda öz gedib meydanın ortasına yeni oyuna başlayacaqdır. Ortasından yan xəttdən başlayır da oyuna. Yenə topda onlardır. Burada digər oyunçuların olması heç bir mahiyyəti yoxdur. Hakimin göstərdiyi yerdə. Hakim göstərdiyi yerə yan tərəfdən başlayır. Əsasən yəni belə düşür də, yan tərəfdən. Yox, əgər desə top meydandan çıxdı, hardan başlayacaq, onda hakim göstərdiyi yer seçirik. Burada meydandan çıxmayıb, bax, top atdım, top düşdü və ya düşmədi. İndi hardan oynaya başlayacaq, onu deyir. Meydan mərkəzinin yan xəttindən başlayır. Ümumən şeylər də elə başlayır. Bu period fasilələri var ha. Fasilələrdədir, hissələrdədir. Hamısında eyni yerdən başlayır. Yaxşı, nə deyəcəkdim? Periodda bax. Aha. Meydan sahibi öz ikinci hissədə, belə bir üçüncü periodda götürək də. B zonasındasa B zonasından başlayıb, yandan B zonasına başlayıb A zonasına keçirlər. A'dan başlayır, B'dən başlayır. Yəni burada yenə böyük basketbolda ox işarəsində müəyyən edilir. Burada da şeydir. Burada da onsa checkpointla başlayacaq. Burada onsa bir hissədə, burada əlavə şey yoxdur ki, nətər başlasın, bir hissədə onsuz da. Yaxşı, siz bayaq nəyə sual verəcənim? Cərmat dedi ki, basketbol 6.75-in daxilindən attım, düşdü. Mən də yıxdılar. Nə idi bu? Neçə atış idi? Bir atışda. Bəs indi baxırlar ki, komanda limiti də keçir. Və komandanın məsəl üçün olsun. Bir də ona verirlər. Deməli, ümumi neçə atış atacaq? 2 atış. 2 atış. 6.75-in xaricidirsə, neçə xal qazana bilər maksimum? 3. Maksimum. Bir də 3. 3 xal. Niyə 3 xal?
Xarici. 75-ə xarici. 2 də verdiysə 4-dür. Məndə 4-dür. 3 niyə? Bəli. Daxilindən olsaydı hə 3 olardı. Bir limiti keçirməyə görə, bir dənə əlavə cərimə açı verir basketbola görə. Bir dənə də top atdığı düşdüyü top. Bu da 3 xal. Usta məni başa düşdünüz? Başa düşdüm. Biraz biri vaxtı ona gedirəm. Yox. Faul ayrı verir. Limitinə görə bir dənə verir. Basketbol, yəni yıxdığına görə bir dənə verir, bir dənə də atdığı. Yəni neçə xallıq top atırsa ona görə də bir dənə verir. Sonra oyunda hakim sayı, inanmıram, düşər hər ehtimalla. 5 nəfər. 5 nəfər. 2 əsas 2 masa. əsas 2 şeydə oyunda Yaxşı. Mən 2 meydan deyirəm. 2 meydandır, meydan, 3 də masada düzəldir. Masada. Bəs yaxşı, deyək ki, meydandakı biri zədəlidir. Oynaya Biri bilmir. idarə oynaya edir. bilmir. Biri Bu, idarə bir edir. oyunun sonuna Biri qədər idarə edir. oyunu idarə edir. Bir dənə hakim dəyişməyə futboldadır, bir də futzaldadır. Onlarda əlavə hakim orada. Voleybolda da var əlavə hakim. Dördüncü hakimlə dəyişə bilirsən. Voleybolda da var. Voleybolda da var, futbolda da var. İndi çox oyunları sağlar, əlavə hakim. Yəni bir dənə olur da insandır. Oyunu idarə edə bilmir, o Handbolda dəyişir. da var. Handbolda da var. Dəqiq çoxsunda var. Əlavə hakim heyət kimi. Yaxşı. Bax iki komandada düşmə ehtimalı azdır, hər ehtimalı. İki komandada eyni anda diskvalifiya faul eləyir. Rəqib oyunçusu da bir-birinə. Eyni andadırsa heç bir atış mat olmur mən. Heç bir Yaxşı. atış olmur. Biri qeyri-idmanlı, biri diskvalifiyadır. Biri qeyri-idmanlı, biri diskvalifiyadır. Birincisi qeyri-idman desən Müəllimlər. yerinə yetirməlidir. Nəticədə hər ikisi neçə atışdı? 2. 2 Hə, ikilisə olmur. Hə, düzdür. götürür, bu da Bildim. götürür. Yəni adlarının fərqli olması cəzalarının Götürür. fərqli olması demək deyil Hə. ki, ikisi də 2 Hə, hə, atışdı da nəticədə. İkisində də Bir topa dənə yiyələnmə var. Texniki ilə o qeyri-dəydi. Aysa texniki qeyri-idman və ya Bəli. texniki diskvalifiya. Texniki neçə atışdı? Bildim. 1. Qeyri-idman və ya diskvalifiya? 2. Hər biri 2 atışdı. Nəticədə birinci hansını atış yerinə yetirilir? Yaxşı. Texniki. Daha yüngül Texniki. olan texnikin atışının cəzası yerinə yetirilir, atış atılır, sonra digərinə keçirilir. Bu da belə tənzimlənir. Yaxşı. 3x3 basketbolda hücum faulları olarsa. Bir də qaçışdırmayın müəllimlər. Basketbolda faullar çoxdur. Hücum faulları Davam deyəndə edin. hamı deyir ki, mən hücumda getdim, rəqibi yıxdım, təpiklədim, atış verilməyəcək. Ay müəllim, elə şey yoxdur. Qeyri-idman var, diskvalifiya var, hücum faulları var. Başqa anlayışdır. Mən gedim diskvalifiya faul eləyim rəqibə hücum eləyəndə. Bu nətər atış verilməsin? Atış veriləcək. Hücum faulları, məsələn, getdim, rəqibin üstünə getdim. İtələmək. Yüngüldür da, daha yüngül qayda pozuntularıdır. Amma bunlar daha çox texniki faul, basket faullar deyəndə bunlar nəzərdə tutulur. Yəni mən gedim rəqibə diskvalifiya faul eləyim. Bu demək deyil ki, mən buna atış verməyəcəm. Və ya gedim, deməli, indi mən eləsəm deyək ki, rəqibi getdim itələdim, hücum fauludur. Hücumda olan komanda eləyir. Deyim də. Davam edir oyun. Davam edir oyun. Davam eləyəcək. Nə mənada davam eləyəcək? Əgər atış zamanı eləyirsə hücum faulu atışa verir, cərimə atışı verir. Yox, oyun ərzində atmıram. Oyun ərzində eləyirsə, təzədən şeydən başlayıram. Jetbol kimi arxadan. Rəqib oyunçu atır mənə topu, mən yenə Belə başlayıram. deyim, fərqi yoxdur. Onsuz da 3x3-də balaca meydandır. Bir tərəf hücumda, çox tərəf müdafiədədir. Mən əgər basket faul etdimsə və ya burada kimi hücum faul elədimsə, müdafiəçi üstümə gəlir, itələyirəm, yıxılır. Bu nədir? Atış verilmir heç kimə. Sadəcə topa yiyələnmə. Müdafiədə olan komanda topa yiyələnir. Çünki burada balaca meydandır. Avtomatik burada hücumlar daha tez olur. Ona görə biri müdafiədə topsuz hücumdadır. Mən də hücum faulu eləmişəmsə atış verilməyəcək. Sadəcə topa yiyələnmə verilir. Bəli. Sonra texnik faul nə zaman verilirdi? Texniki faul. Texnik faul deyəndə nəyə nəzərdə tutur? Bilməm. Atış zamanı. Hakimin oyuna tələbini rədd eləməsi. Və oyuna yox, hakim tələbini rədd edir. Bəli. Sonra Söyüş. söz, jestlər eləyir. Söyüş.
oyunçuya pürdüsə. Meydan icazəsiz tərk edir və icazəsiz girir. Bax buna deyir ki, Girir. texniki fauldur. Bəli, İndi- dəyişdik. Qeyri-idmanda. Qeyri-idmanda o da idmançıya qarşı elədiyi şeylərdə. Burada zədələnmələrdən söhbət gedir. Bilməyərəkdən ola bilər ki, zədələsin, amma bunlar da olmaz. Rəqibi vurmaq bilməyərəkdən, amma bilərəkdən eləyirsə amansızcasına şeydə deyirik. Belə bir cinayət işidir. Kriminal verir. Bu şey diskalifiya faulıdır. Yəni bilərəkdən edilən qəddar qayda pozuntuları. İndi oyunçu söysə bu nədir? Bu da avtomatik texnik fauldur. Texniki deyil. Texnikidir. Elə bilirsiz nədir? Necə ki futbolda tərbiyəsiz gestlər, söyüşlər nə gedirdi? Xəbərdar. Sərbəst zərbə verirdi də. Bu da eyni şeydir. Texnik faul verir. Yaxşı, sonra yan xəttdən neçə saniyə ərzində başlamalıdır oyuncu? 5 saniyə. 5 saniyə ərzində. Sonra komanda nə zaman texnik məğlubiyyət alır? Oyuncu sayı az olsa. Oyunçunun işlərindən az gəlirsə 5 dəqiqə vaxt verilir. 5 dəqiqə vaxtdan gec gəlirsə texnik məğlubiyyət verilir. Yaxşı, bəs oynayıram. 3 nəfərdən az oldu da dedik də. Bəs oyun zamanı? Oyun zamanı oynaya bilər. Bir nəfər oynaya bilər. Bəs nəyə görə bir nəfərin oynaya bilər, amma basketbolda oynaya bilmirdi? Ötürməyə adam var da. Burada rəqib verir də ötürməni. Çekboldan başlayırıq axı yan xəttdən. Burada ötürməni rəqib verdiyinə görə deməli, nə ilə başlayırıq? Çekboldan. Bəs yaxşı, top səbətə düşdükdə ötürməyə verməyə adam yoxdan mövcud çıxa bilər də 6-70-in xaricinə, çiliyə. Ona görə də yenə bir nəfərlə də oynamağa icazə verilir. Amma böyük basketbolda top səbətdən keçdi, rəqib vurdu, top meydandan çıxdı, nə bilim, yan xəttdən başlayanda həmişə öz komanda yoldaşına pas verib başlamalıdır, özü pas verib başlayır. Burada da verməyə adam olmadıqda, ona görə qaydada deyir, 2 nəfərdən az qaldıqda, izah və ya ötürmə etməyə adamı olmadıqda, yəni pas verməyə heç kim yoxdur. Buna görə də texniki məğlubiyyət verir. Texniki məğlubiyyət burada da basketbolda kimi. Əgər oyuna gəlməyib, hakimin oyuna tələbini rədd eləyibsə, bunlarda avtomatik 2-0 verir. Oynayıb, texniki məğlubiyyət alırsa 2-1 olacaq burada da. Amma basketbolda texniki məğlubiyyətə 20-0 yazır. O xaldır, hesabdır. Hesabda texniki məğlubiyyətə deyirəm də müəllim. 20-0 yazır. Yəni onun şeylə qalxmayın. Xal başqadır, hesab başqa. Necə? Məsələn, deyək ki, Ruslan müəllimin komandasına texniki məğlubiyyət yox, mənim komandam versin. Mənim komandama texniki məğlubiyyət verir, Ruslan müəllimin komandasına qalibdir. Amma mən deyək ki, lipas almışam da oyuna. Özümə yekə gətirmişəm. Məsəl üçün oynayırıq Mingəçevirdə 14 nömrəli, 9 nömrəli məktəblər oyun oynayır. Mənim komandama texniki məğlubiyyət verirlər. Amma mən udmuşam. Hiylə istifadə eləmişəm. Nəyə görə? Lipas almışam oyuna. Onun səbəbinə udmuşuq 9 nömrəli məsəl üçün. İndi nə tər olacaq? Keçən bir oyunda elə bir şey olmuşdu. Nə vaxtdır da? Bir şey fevral aydı. Yox, noyabrda. Ya başqa komandalar idi. At çəkməyəcəm. Deməli, nəticə komanda lipas almışdı. Lip olanda nə oldu? Elə bil ki, lipas alan komanda udubdu. Deyək ki, hesabda özdə 3x3 idi. Hesabda deyək ki, 18-10 uddu. Eləmi? Məsəl üçün. Belə onda nə olacaq? Əgər lipas alıbsa, udan komanda texniki məğlubiyyət verəcəklərsə, hesabı dəyişirlər. 18 olan xanını sıfırlayırlar. 10 olan komanda var idi. Uduzub amma rəqib lipa salıbda 10 xanını qaldırır 20-yə. Yazır 20-0. Başa düşdünüz? Yəni texniki məğlubiyyətdə belə yazır. Çünki məntiqsizdir axı. Qalibiyyət o birisi komandanın verir. Amma hesaba baxsan ki, bu komandanın xalı ondan çoxdur. Nətər məğlub olub? Yəni bu texniki məğlubiyyətdir. Ona görə o birisinin xanını sıfırlayır, o birisinki qaldırır. Amma belə bir şey olsaydı, bizə deyək Ruslan müəllim, əgər Ruslan müəllim komandası onu sudubdur. Hesab 20-17-dir. Amma sonra baxırlar ki, mən lipas almışam. Mən 2-0 verir. Xalda yerində qalır. Onsuz da belə dudub, elə dudub da. Başa düşdünüz? Nigar?
Yox mənim, mənəm. O biri telefon açdı. Bildim, proqram. bildim. Onu diyorum, oyunu gör, hara getib birdən-birə. Hə, yox proqram açdı ona görə. Sadə sual. Sertifikasiya sualı. Neçə səbətdən oynanırdı oyun? Nə oyun? Necə? 3x3. 17. Nə? 17. Ne deyirsən? Neçə səbətlə oynanılır? Bir səbət. Bir səbətlə. Meydan ölçüsündə deyim. 15. 11-in 15-ə. 15-in 11-ə. 15-in 11. 15 yeni idi, eni 11 idi. Yeganə oyunçu eni uzunluğundan Yox, böyükdür. 15 eyni idi, 11 uzun. 15 toplam uzun. oynanırdı. O heç top düşəsi deyil, o heç. Elə sual salmazlar. Yaxşı, basketbolda kim top gəldi, yan xəttin üzərinə düşdü. Çıxmış sayılır. Çıxmış sayılır, eyni qaydadır. Yaxşı, bax deyək ki, oyun təmiz vaxtla oynanırdı, eləmi? Bəli. Hə, qəşəng. Yaxşı, deyək ki, müəllimlər. Oyundur. Hakim icazəsinə ehtiyac var idi oyunçu dəyişdiyində hakimin. Xeyr. Bəli. İcazəsi yox idi, amma oyun ölü vəziyyətdə, top ölü vəziyyətdə dəyişiklik edə bilərdi. Ay sağ ol. Hakimdən Bəs icazə böyük var. basketbolda Böyük Hakim basketbolda Hakim icazəsi ilə. bax, Hakim icazəsi böyük ilə. basketbolda 3x3-dən fərqli olan cəhəti nədir? Böyük basketbolda da 3x3 kimi limit yox idi. İstənilən qədər bir oyunçu 50 dəfə də girib çıxa bilərdi. Bəli. Bax, orada deyir ki, böyük basketbolda həm top ölü vəziyyətdə olmalıdır, həm də hakimin icazəsi olmalıdır. 3x3 basketbolda hakimin icazəsinə ehtiyac duyulmur. Sadəcə top ölü vəziyyətdə olmalıdır. Top ölü vəziyyətdə deyil. Oynayan anda mən girirəm meydana, o oyunçunu çıxardıram. Ölü vəziyyətdə Olmaz. deyilsə, hakim burada texniki faul verir. Başa düşdünüz? Faul verir. Bəli. Bəli. Peki böyük basketbolda oyunçu dəyişikliyi hakimin məşqçinin göstərişi ilə verilir da oyunçu dəyişikliyi. Hakimə göstərir, sonra oyunçu dəyişikliyi icazə verir. Hadi onsuz da hamısını deyirlər də, göstər ki, mən oyunçu dəyişikliyi eləmək istəyirəm. Ondan sonra verir. Yaxşı, oyuncu texnik sənədi olmurdu. Qeydimin faulunu dedik. Yaxşı. Oyun neçə saniyə ərzində oynanılırdı? Hücum. 15 saniyə. 12. Hücum, 12. 12. 12. Bəs eləyim məncə.